YouTube'da yeni olan Mehri'nin izləmək istəyirsinizsə, mütləq bizə abunə olun. Bu şirin qızın gündəlik həyatının inkişafını izləmək sizin üçün çox xoş olacağına əminik. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Bu gün sizin üçün Mehri bir gün ərzində nələr yeyir videosu seçəcəyik. Mehri səhər tezdən durdu. Birinci ona mən su verirəm. 2 yaşa qədər mən ona qəti surətdə qara çay verməyəcəm. 2 yaş tamam olan kimi az çaylı qara çay verməyə başlayacağam. Az rəngli. Hal-hazırda isə 3 ədəd yumurtanı qaynadıb yağda əzmişəm. Təbii ki, mən də yeyirəm, o da yeyir. İlk olaraq səhər yeməyimiz bu formada başlayır. Mehri burada öz üçün oynaya-oynaya bəzən yeyir, bəzən oynayır. Səhərimiz belə açılıbdır. Bu arada bizim Mehri ilə birgə səhərimiz təxmini saat 9-10 arası başlayır. Bəti isə Mehri biraz yumurtadan az yediyinə görə Nestle'nin şaqayka kaşası ilə süd qarışdırdım və Mehri bunu bəyəndi. Biraz da təxmini buradan idi. Artıq yeyib az qalıb. Biraz da bundan yedi. Mehri ilə dedik biraz gəzək. Sizə yolları göstərək. Küləyin səsindən bəlkə də rahat eşitməyəcəksiniz məni. Amma hava günəş var. Baxın, günəş var, bəli. Günəşin istiliyini hiss eləyirik. Amma eyni zamanda külək də var, ona görə soyuq da hiss olunur. Dünən yağış yağdı, ona görə yer hələ də palçıq qalıb. Və elə bilirəm ki, bu külək palçığı qurutmaq üçündür. Biraz həyətdə, küçədə Mehri ilə gəzək. Bilirəm ki, uşaq üçün tualet, yəni karşokdan görən kimi hamı başlayacaq danışmağa. Əzizlərim, Mehri bu karşoku öz istifadəsinə uyğun istifadə eləmir. O hələ pampersdən istifadə edir. Mən onu karşoka otuzdurmuram. Bu karşokun içini çıxarmışam və tərtəmizdir. Mehri burada sadəcə oturacaq kimi istifadə edir. Əziz izləyicilər, burada isə artıq axşama yaxındır. Mehri gün ərzində elə də çox yemək yemədi və ət ilə kartof qoydum. Ondan azacıq yedi. Ümumi çox iştahsız idi. Salam dostlar, hər vaxtınız xeyir olsun. 10 fevraldan sizləri salamlayırıq. Bundan əvvəlki videom artıq çox gözəl baxış yığmışdı, amma sona heç özüm də bilmədən musiqi əlavə etmişdim. Ona görə musiqi təlif haqqı gəldi və mən o videonu məcburi surətdə silməyə məcbur oldum. Çox heyf, amma eyb yox. Bundan sonraki dəfələrdə artıq mən biləcəm ki, əlavə musiqilərdən istifadə etmək olmaz. Düzdür, mən bunu bilirdim. Amma həmin musiqinin təlif haqqı verməyəcəyinə əmin idim. Əslində 2 gün ərzində YouTube təlif haqqı vermədi. 3-cü gün nədənsə fikrini dəyişdi və təlif haqqı verdi. Bəlkə də videomun baxış yığmasaydı mənə bu qədər təsir etməzdi. Videomun kifayət qədər baxışı var idi, abunə sayıma görə çox gözəl idi hətta. Amma eyb yox, inşallah bundan sonraki dəfələrdə təlif haqqı almaram. Bugün sizinlə bir uşaqlı ananın bir günü adlı vlog çəkməyə başlayıram. Biz səhər durmuşuq, yeməyimizi, günorta yeməyimizi artıq bişirmişik. Mehri telefonunda danışır. Mən özümə bir stəkan çay süzmüşəm. İndi oturub içəcəm. Səhər yeməyi yemək fikrim yoxdur. Çünki ac deyiləm. Birazdan orucluq gələcəyinə görə özümü aclığa öyrəşdirməyə çalışıram desək yalan olmaz. Elə əslində ac da deyiləm. Bu çox gözəl bir haldır. Mehri öz kaşasını yedi südü ilə. Hal-hazırda oynayır. Mən də çayımı içəcəm. Bayırda hava desək çox pisdir. Hava yaxşılaşır dediyimiz anda hava bizim sözümüzü eşidir və başlayır pisəlməyə. Təbiət bizim əksimizə gedir sanki. İnşallah ki, bu havalar qısa müddətli olar və gözəl yaz günlərini birlikdə açarıq tez bir zamanda. Bu dəqiqə həyətdə hava soyuqdur, küləkdir, gün ümumiyyətlə yoxdur. Burada isə Mehri öz telefonu ilə danışır. Mehri nə yedi? Mehri nə yedi? Rafaello yedi. Ağzı burnu kakos canavarım. Maç gönder bebelərə.
Aferin. Klyonqası da qalıb burada. Sağ ol Lilə. Sağ ol Lilə də bəbələrə. Baxan deyər ki, bu nə sakit uşaqdır. Amma əslində uşaqlar, qızlar, əzizlərim, Mehri heç də göründüyü kimi belə sakit kameraya baxan uşaq deyil. Baxın o baxışlara bax. Mehrin saçını belə yığmağı o qədər xoşduram ki, sanki balaca qadınlara oxşayır. Çox şirin görünür saçı bu formada. Qızımın. Saçını belə elə baxsın xalalar saçı var. Niyə baxmaysınlar? Mehrinin 1 yaş artıq 8 aylıqdır və onun 10 dənə dişi çıxıbdır. Təzəlikcə ikisini də çıxartdı, oldu tamam 10. Diş çıxartması, ümumi inkişafı biraz yaşına görə az görünə bilər. Amma mən düşünürəm ki, o çox hərəkətli uşaqdır. Yəni dayanmır, bir yerdə dayanmır uşaqdır. Ona görə də onun enerjisi ola bilər ki, hamısı gedir sərfiyyata. Daxilində bir şey qalmır, ona görə də böyümür. Minyan? Hansinlə? Minyan? Minyan? Rararam. Qarın necə gür yağdığını telefona təəssüflər olsun ki, tam olaraq göstərmək olmur. Çox böyük görünmür, amma dənəciklər o qədər böyükdür ki, bəlkə o bir pəncərədən daha gözəl görünəcək. Telefona yansımır, çox təəssüflər olsun ki, qar başladı birdən-birə. Demək olar ki, külək dayandı. Havada soyuq yoxdur. Amma qar dəhşət yağır və elə yağır ki, yerdə də qalır. Bax, fikir versəz, orada yerdə qarlar qalıb. Məncə buradan daha qəşəng görünür. Gördüyünüz kimi burada qar yerdə daha çox qalıbdı. Sizi bilmirəm, uşaq vaxtı qar yağanda mən daha xoşbəxt olurdum. İndi bilmirəm nədəndir. Qar yağanda elə bilirəm ki, soyuq olacaq. Mehri bu dəqiqə icazə vermir mən video çəkim. Qar yağanda elə bilirəm ki, soyuq olacaq və biz əziyyət çəkəcəyik. Ona görə də qarı əvvəlki kimi çox da sevmirəm.